Assalamu aleykum əziz dostlar. Sizləri salamlayıram. İlk səfərimizi Beşbarmaq pirindən başladıq, gəldik. Karavanımızı seçdik. Bu möhtəşəm bir ziyarətgahın yanında seçdik və möhtəşəm təbiət var. Buradan hem deniz görsənir, hem bulutlar var, hem güzellikler var. Her şey var burada. Ona göre de seçimi burada seçtim. İnşallah düzəliş eləyək, açaq, rahat bir şərait quraq. Ondan sonra sizlərlə yenə paylaşım edəcəyəm. Əsas odur ki, dağlar oğlu yüksəklikləri sevir. Aşağılarda da mən dayana bilərdim. Ancaq gəlib bax bu təbiətin bu gözəl qoyunu seçdim. İnşallah. Səyyah qəhrəman artıq səyahətinə başladı.